Dövlət İmtahan Mərkəzi tərəfindən sürüşməsiz deyilənən diskə aid məsələlər qəbul imtahanına çox salınır. Gəlin ekranda göstərilən sual tipinə baxaq. Şərtdə deyilir ki, sürüşməsiz deyilənən diskin mərkəzinin, yəni O nöqtəsinin yerə nəzələn sürəti 2 m/saniyədir. M nöqtəsinin yerə nəzələn sürətinin modulunu hesablayın. Bu məsələnin bir çox həll üsulu var. Mənim tövsiyə etdiyim, mənə görə asan olan V bərabərdir omega R düsturu ilə V-nin R-dən asıllığının verilməsidir. Fikir versəz, burada xətti sürət R-dən necə asıdır? Düz asıdır. İndi burada bizə məlum olanlar nədir? O nöqtəsinin yerə nəzələn sürəti. Yəni VO verilib 2, VM, M nöqtəsinin yerə nəzələn sürəti soruşulur. Fikir verin, indi O nöqtəsi yerdən nə qədər məsafədədir? R qədər, radius qədər məsafədədir, çevrənin radiusu qədər. Ona görə yazmalıyam RO bərabərdir R-ə. M nöqtəsinə isə baxanda görərik ki, bu hissədir. Bunu da RM ilə işarə edirəm. İndi burada fikir verməli olduğumuz məqam odur ki, baxın, OM gördüyümüz kimi çevrənin nə idi? Radiusu. Eyni ilə onun dedik ki, yerdən olan məsafəsi də nədir? Radiusdur, R-dir. Burada fikir versəz, bir düzbucaqlı üçbucaq alınır. Düzbucaqlı üçbucaqda hipotenuzun kvadratı katetlərin kvadrat cəminə bərabərdir. Yəni, RM-in kvadratı bərabər olacaq R kvadratı üstə gələ R kvadratına. Bu da eləyəcək 2R kvadrat. RM-i tapmaq üçün 2R kvadratından kök almalıyam. R kvadratından kök R çıxır, kökdə 2-nin də olduğu kimi saxlayıram. Deməli, R-omuz oldu R, RM-imiz də oldu R kökdə 2. Artıq mən buradan V-nin R-dən necə asılığını verəcəm? Düz asılığını verəcəm. Yazırıq onda VO bölək VM bərabərdir RO bölək RM-ə. R-omuz bayaqları qeyd etdik R-dir. RM-imiz R kökdə 2-dir. Yerinə yazaq. Gördüyümüz kimi R ixtisar getdi. Sürətdə 1, məxrəcdə qaldı 2. Həmçinin VO-da verilmişdi axı 2. Gətirib onu bax, düz burada yerinə yazmalıyam. VO-muz 2, VM-imiz yoxdur. Bu da bərabərdir 1 bölək kökdə 2 aldıq. Çarçarpaz vuranda alınacaq ki, VM bərabərdir 2 kökdə 2. Deməli, cavab olacaq B bəndi.